Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Nizam müəllim. Bugün sizlərlə paylaşdığım iki sual var idi ki, onların izahına baxacağım. Başlayaq birinci sualdan. Deyir ki, verilənlərə görə ədədləri müqayisə edin. Belə tip sualların müqayisəsi ən yaxşı və əlverişli üsul qrafik üsulu ilə araşdırmaqdır. Hansı ki, gəlin bunu, çünki bilirsiniz ki, baxın, hər üçü arktangensdir. Bir dənə arkkotangens 0 var. Onu da qeyd edəcəyik bu qrafikin üzərində. Deməli, arktangens artan funksiyadır və gəlin onun qrafikini göstərək. Arktangensdə deməli qiymətlər çoxluğu pi bölü 2 və mənfi pi bölü 2. O zaman arktangensin qrafikini göstərək. Birinci mənə verib arktangens mənfi 5. Gördüyünüz kimi qrafikdə artan funksiyanın qrafikdə arktangensin artan olduğunu görürük. İndi arktangens mənfi 5. Mənfi 5-i x üzərində qeyd eləyək. Məsələn, burada bir mənfi 5 alsa. O zaman buna deyək a. Baxın, sinusda, kosinusda, ümumiyyətlə trigonometrik funksiyalarda x üzərində arqument, y üzərində isə qiymət göstərilir. Amma tərs trigonometriyada bildiyiniz kimi apsis oxu üzərində qiymət, ordinat oxu üzərində isə bucağın radianla ifadəsi göstərilir pi bölü 2. Deməli, bura bizə mənfi 5 verdikdə a. Daha sonra arktangens kök 5. Arktangens kök 5-dən təxminən kök hatta 5-dən çıxır 2,3, 2,4 civarı belə deyək. Onu burada qeyd edim. Məsələn, 2,4 kök hatta 5 deyim də buna. Təqribən olsun 2,4 məsələn. Ya 2,3 deyək ki, önəmli deyil. Burada gəldi aldı b. Arkkotangens 0-ı harda alır? Pi bölü 2-də. Bura elə c. Bəs arktangens bir də nə var əlimizdə? Pi böl 8. Pi də 3,14 böl 8. Bunu da bölsək. Təxminən 0,3 civarında bir qiymət olsa, o zaman arktangens pi böl 8 də gəlib oldu təxminən 0,39 deyək hardasa. Bu da bizə verdi nə? D. Və buradan gördüyünüz kimi çox rahat şəkildə bunların müqayisəsini görə bilirik. Y oxu üzərində fikir versəz. Baxın, necə düzüldü? A kiçikdir. Deməli, D kiçikdir B və kiçikdir C. Deməli, sıralama necə oldu? C B-dən böyükdür, B D-dən, D də A-dan. Yəni, doğru cavab A variantı. Növbəti suala baxaq. Deməli, növbəti sualımızda da bizə deyir ki, bunları müqayisə edin. Burada isə birbaşa bucaqla göstərə bilərik. Məsələn, B bərabərdir arksinus kök 2 bölü 2. Kök 2 bölü 2-ni harda alır? Pi bölünsün 4. Bucaqla desəm 45 dərəcə. C-yə baxaram. Məlumları birinci yazıram. Arkosinus mənfi kök 3 bölü 2. Bu da bilirsiniz ki, pi minus arkosinus kök 3 bölü 2 deməkdir. Yəni, pi minus pi bölü 6. Bu da mənə verdi 5 pi bölü 6. Yəni, 150 dərəcə. Bir də arktangens 1,3-ə baxaq. İndi belə düşünün də. Məsələn, arktangens 1, belə yazıram, kiçikdir. Arktangens artan funksiyadır axı. Arktangens 1,3, bu da kiçik olsun, arktangens kök 3, yəni məlum olan qiymətləri yazdım. Arktangens 1-də nə alır? Pi böl 4. Burada qalsın bu elə arktangens 1,3. Bu isə gəlsin olsun, kök 3-ü neçədə alır? Pi böl 3 60 dərəcədə. Deməli, onda bu arktangens 1,3, yəni bizim bu A dediyimiz qiymət alır 45 ilə 60 dərəcə arasında bucaq olaraq. Yəni, A bizdə 45-dən böyükdür, amma 60-dan kiçikdir. O zaman sıralama bizdə necə oldu? Ən kiçiyimiz B oldu, çünki 45 dərəcə. Sonra A, ən böyüyümüz isə C oldu. Yəni, doğru cavab C böyükdür A, böyükdür B. Doğru cavab C variantı. Belə, əziz müəllimlər, ümid edirəm suallar sizlər üçün aydındır. Onu da nəzərinizə çatdırım ki, son 2-3 ilin qəbul imtahanında mütləq ki, tərs trigonometriyadan sual düşür. Bu tip suallara daha ciddi, daha dəqiq yanaşmağınız tövsiyə olunur.
Sağ olun, növbəti izahlarda görüşərik.